İran barədə mən proqnozlar çox verib, indi bizi izləyən kəslərin yadındadılar. Və ona görə mən sizə bu sual vermək istəyirəm ki, hal-hazırda İranla bağlı nə hiss edirsiniz? İranda nələr baş verəcək? İran 12 günlük savaş elədi İsraillə və ondan sonra daxili ixtişaşlar oldu. Bir xeyli sayda adam ixtişaşlarda öldü və müvəqqəti olaraq İran hal-hazırda ixtişaşlar daxili dayanıb və savaşda yoxdur. Və bizim şərhçilər də efirlərə baxırsınızsa, konkret olaraq İran barədə söhbətlər gedir, amma vurulacağı heç kim demir. Belə olduğu təqdirdə vurula bilər, belə olduğu təqdirdə vurulmaya bilər. Mən uşaqlıqdan göz açandan, Clinton'un vaxtından, hətta ondan da əvvəl İranla Amerika arasında dayanmadan bu vuracam söhbətlər, bu təhdidlər var idi. Prosta bu bizim proqnoz verdiyi dönəmdə onlar baş verdi və İsrail savaşı dayananda mən müvəqqəti bunu dayandığını deyilən proqnozlarım da var. Əgər siz bunları görməmişsinizsə, görən kəslər var və onun üstündə fokuslanaraq, dayanaraq deyirəm ki, biraz müddət deyənmərəm. Bugünmü, sabahmı, bir aymı, 5 aymı, amma bu İran vurulması biraz tez geç bu %100 hiss edirəm. Mən əmin olaraq bəzi şərhçilərdən, siyasətçilərdən əmin olaraq deyirəm. Onlar hansısa kino epizodlarında, hansısa Jirinovski nə vaxtsa İrana vurar falan bu şeylər var. Onların düz çıxdıqları da var, dediklərinin içində yalan çıxdıqları da var. Məsələn, Simpsonlar kimi bir multfilm şey var, kinosu şey var dünya üzərində. Orada da çoxlu dedikləri düz çıxır və elə şeylər düz çıxmır. O demək deyil ki, biz kimlərinsə dediklərini analiz edirik biz deyək. Aynı traktlar barəsində də, futbol barəsində də Simpsonlar və ya Jirinovski deməmişdi ki, heç bir şey kəs. Hansısa siyasətçi şərh etməmişdi ki. Yəni biz bir hisslərimizə güvənən adam olaraq, bəli, İranda savaş qaçılmazdı. Nə qədər bu bəzi kontrakt, bəzi mülayimləşmə məsələlər olsa da belə, İran savaşı qaçılmazdı. Bunu mən hiss edirəm. belə İrandan danışarkən Zəngəzurun açılması, Azərbaycanın Zəngəzur yolunun açılması, onun qabağı da heç bir qüvvə ala bilməyəcəyini də şərh etmişdim və bu il açılacağını bildirmişdiniz. Bəli, bu gərginliklər bu il deməmişəm, yaxın müddətdə demişəm. Ola bilər, indi rəqəm demirəm. Mən həm də Azərbaycan sərhədlərinin açılacağını demişəm, yaxın bu il. Onu bu il demişəm. Rusiya və Ukrayna müharibəsi hansı səviyyədə davam edəcək? Bundan sonra nələr baş verəcək? Yaxın müddətdə savaş bitə bilərmi? Bəli, uzun bir müddətdə qan töküləcəyi demişdim. Müvəqqəti bir yüngül bir atəşkəslik gözlənilir. Bir neçə aylıq, bir neçə həftəlik, günlük atəşkəslik gözlənilir. Bu olacaq. Amma savaş bitməyəcək. Bu savaş 3-cü Dünya Savaşa qədər gəlib çıxmalıdır. Rusiya yönlü qüvvələrlə NATO yönlü, Amerika yönlü qüvvələrin baş-başa gətirən savaş qaçılmazdır. Baxmayaraq ki, bugünkü günlərdə Davosda böyük bir zirvələr ki var, prezidentlərin toparladığı yerdə sülh naminə Trump çalışır, çalışqanlıq hərəkətlər eləyir. Müəyyən sakitçilik yaratmağa çalışsa da, bura sakitləşdirsə də bir də bir sakit yerdən elə bir şey, tufan qopacaq ki, o savaş olacaq, o dünya savaşı. Mən onun olmağından yana deyiləm. Mənim hisslərimin dediklərimi, şərh edədiklərimi zaman gələndə zaten görəcəyik.